Salam aleyküm əziz dostlar, necəsiniz? Yenə sizlə görüşə gəlmək xoş oldu mənim üçün. Ümid edirəm inşallah sizin üçün də eynən xoşdur. Bir mövzu yayılmışdı. Düzdür, deyə bilərsiniz artıq nə qədər bu haqda danışmaq olar və s. Sadəcə olaraq mən bu mövzuda niyə danışmağa qərar gəldim? Burada məsələ bu mövzunun davam etməsi və yaxud hökmən mən də bu haqda fikir bildirməliyəm. Yox, sadəcə olaraq məndən orada bu mövzu gedişatında bir məsələ mənim diqqətimi çəkdi. Ona görə fikrə gəldim sizlə belə deyək, bu haqda öz belə deyək münasibətimi bildirim. Bilirsiniz, məlum bir çıxış var idi ki, orada məscidlərin dağılması, məktəblərin tikilməsi, pul qazananların ağıllı olması, kasıbların isə bacarıqsız olması və s. bir fikri bildirmişdi. Bir adam tərəfindən bir diskin heç adını çəkmək istəmirəm. Reklam olsun, reklam olmasın, həm də bu məsələni yenə elə görsənməsin ki, mən də davam etdirirəm və s. Bilirəm ki, bir çoxunuzun bezdirib artıq bu məsələ, çünki çox gündəmdə oldu. Burada məsələ o adamın sayıqlamalarından getmir. Zaten ona cavab da verilib kifayət qədər. Heç onun sayıqlamalarına cavab verməli istəmirəm. Sadəcə burada bir məsələ var idi. Ona kifayət qədər dəstək oldu. Bax, bu məndə suallar doğurdu. Yəni, bu adam öz çıxışında varlı olmağının özünün bacarığını göstərdi. Yəni, bu bacarıqlıdır, çoban da olsa bacarıqlıdır, varlıdır və professorları üzrəni işlədir. Və güya hər yerdə iş var. Bakıda, Azərbaycanda iş tökülüb. Sadəcə bu işin qulpundan tuta bilməyənlər bacarıqsızdır. Yəni bu xalq aşağıladı əslində. Amma təəssüf olsun ki, xalqın bir hissəsi bu aşağılamanı anlamayaraq bu adama təriflər başladı yaxdırmağa. Ay düz deyir, məktəb tikmək lazımdır, ay düz deyir, ay nə bilim, insanlara çörək verir və s. Amma sonra məlum oldu ki, nə çörək verir, dövlətdən pul alır, ona imkanlar yaradılıb, arxası var, evlər tikir və pul qazanır oyuna və sonra məlum oldu ki, sən də bunun da şirkətində bir neçə insanlara mənzillər satılır və s. Çox söz-söhbətlər oldu bu arada. Hətta üzr istəyirəm ifadə etməyə görə bir yerdə bir fahişəxana da tikmək istəyib və s. Ona etirazlar olmuşdu və s. Amma dediyi kimi dürüst biznesmen də deyil. Amma sadəcə bu insanları aşağıladı. Professorlar mənə işləyir. Bir tərəfdən həmən ona işləyən ziyanlı adamlar aşağılayır. Bir tərəfdən belə deyək, var olmayan təbəqəni aşağılayır ki, hər yerdə iş var, siz bacarmırsa, bu siz bacarıqsızsınız ona görə və s. Və özünü bacarıqlı göstərir ki, mən bacarıram, pul qazanırım. Amma bir tərəfdən də deyildi ki, Azərbaycana arxasız pul qazanmaq olmaz. Yəni, dedikləri üst-üstə düşmür. Çünki adamın dünya görüşü, savadı yoxdur, ona görə dedikləri üst-üstə düşmür. Bilirsiniz, dünyada iki təbəqə var ki, onların dedikləri üst-üstə düşmür. Filosofların çox, yəqin bu oxumaqdandır. Artıq, məsəl üçün, mən sizə nümunələr də gətiribəm. Russo, məsəl üçün, bir söz deyir, sonra iki sətir aşağı tam başqa söz deyir. O dediyinin fərqi, əksini. Və bir də dünya görüşü olmayan savadsız, yəni o çoban, dediyi kimi çobanların, özü ki, o adam kimi çobanların dedikləri üst-üstə düşmür. Deyir ki, məsəl üçün, iş çoxdur, ancaq bacarıqsıza pul qazana bilmir. Bir tərəfdə deyir ki, sonra mənim arxası olmayan pul qazana bilməz. Yəni, bəs deyirdin ki, bacarıqsızlar pul qazana bilir. Və bilirsiniz, bunun bu vəhşi varlığı, mən varlıyam, mən pulluyam və belə yekə-yekə danışmağa, böyük-böyük təkəbbürlü insanları aşağılamağa və s. Və bu adama dəstək gəldi. Həmən o adamlar demək istəyir, bu adam sizi aşağılayıb, yəni bizi aşağılayıb. Siz onun nəyinə dəstək verirsiniz? Yəni, sizin bu qədər beyniniz, o beyninizdə hüceyrələr anlamır ki, başa düşmür ki, bu adam hamımız aşağılayır. Yəni, hamımız aşağılayan adamı nə idi yaxşı kişi adamı, düzdür, çörək verir. Harada kimə çörək verir, dövlət ona imkan yaradıb, hökumət ona imkan yaradıb, pul qazanır. Kimə çörək, bəlkə pulsuz ev verir, bəlkə pulsuz şəhid ailələri bina tikib, bəlkə pulsuz hansısa qaziyə mənzil paylayıb. Yəni, kimə nə çörək verir? Pulu ilə də hər şey. O pulun da onun arxasında olan adamlar, olan siyasi qüvvə, olan iqtisadi qüvvə, olan tribalist qüvvə olmasaydı, o görüm o necə pul qazanardı. Yəni, Azərbaycanda o qədər savadlı, səviyyəli arxitektorlar var, mühəndislər var,
keçmiş belə deyək, hələ Sovetin vaxtında prorab işləyən savadlı mühəndislər var. Bizim bu Politexnik deyilən texnik universiteti bitirən hamısı qalırlar işsiz. İndi bu özünü deyir ki, çoban belə ağıllı mı çıxdı? Bu güclü arxitektorun binalardan anlamağa başladı. Təbii ki, elə deyir, sadəcə o bu vəhşi varlığın, sonradan görənlərin bu vəhşi varlığının belə öz varlığına fəxr eləməsi və digərlərini də aşağılaması və onlara dəstək verilməsi bu cəmiyyətdə qeyri-sağlam bir təfəkkürün göstəricisidir. Qeyri-sağlam bir durumdayıq biz, cəmiyyətimiz qeyri-sağlam olduğunun göstəricisidir. Bu məndə şəxsən narahatçılıq yaratdı, təəssüf doğurdu və buna görə mən sizə bu yöndə istədim. Həmən o adamlarla müraciət edim, sizi aşağılayan adamı nəyə görə müdafiə edirsiniz? Yəni biz hər kəs qabağa gedəni biz geriyə gedirik. 100 il bundan qabaq bizim Hacı Zeynal adam Tağıyev kimi milyonərimiz var idi, varlığımız vardı, misnatımız vardı. Hansı ki şollar suyu çəkdi. İndiyə qədər biz o şollar suyundan Afrikada su qızılın qiymətən biz həmin o şollar suyundan istifadə edirik. Nə bilim nə qədər binalar tikdi, nə bilim qızlar məktəbi tikdi və digər bizim müsənnətlərimiz var, insanlarımız. Yəni biz bu səviyyədən gəldik indi bu Şəruri İsfəndiyar mı səviyyəsi? Hacı Zeynalabdin Tağıyev səviyyəsindən düşdük Şəruri İsfəndiyar səviyyəsinə. Yəni biz bu qədər aşağı düşdük. Yəni cəmiyyətimiz bu qədər artıq axsayır. Yəni beyin təfəkkür baxımından ki, ellərinə onu aşağılayanlar, o vəhşi varlığı ilə fəxr edənlər, sonradan görənlərin bu öz varlığına fəxr etmələrinə dəstək verirsiniz. Yəni biz deyir kişi adamdır. Nədir o? Kişiliyi nədən ibarətdir? Onun düzlüyü nədən ibarətdir? Nədir? Bəlkə mən savadsız bilmirəm, xahiş edən məni anladasınız. Yəni cəmiyyətimiz də qeyri-sağlamdır. Bu qeyri-sağlam cəmiyyətində təbii ki, həmən o çoban kimi varlıları olacaq və o varlılar da çoxalacaq və onları sonra hamımızı aşağılayacaq və bizim də ən azı bir hissəmiz deyəcək ki, kişi adamsan, halal olsun sənə. Sən doğru söylədin. Bu da bizim bir tragikomik bir durumumuzdur, vəziyyətimizdir. Təşəkkür edirəm.